Salam əziz abituriyentlər, Hədəf Test Bankından bir neçə sualın izahına baxaq. 18-ci sualda bizə deyir ki, ağzı açıq qabda baş verən natrium hidrokarbonatın parçalanma reaksiyası üzrə 84 qram natrium hidrokarbonat parçalananda bərk maddənin kütləsi 15,5 qram azalmışdır. Belə suallarda azalma ya suya ya qaza aiddir. Bizim reaksiyamızda isə həm karbon qazı, həm də su alınır. Deməli, 84 qram natrium hidrokarbonatın müəyyən hissəsi parçalanıb və həmin hissənin parçalanması nəticəsində 15,5 qram azalma baş veribdir. Yəni, karbon qazı ilə su birlikdə 15,5 qram qabı tərk edib. Natrium hidrokarbonatın özünün emerini hesablasaq bu 84. Qarşısında 2 var. 2 vur 84. Yəni, 168 qram parçalandıqda buradan karbon qazı ilə su ikisi bir yerdə 62 qram edəcəkdir. 62 qram maddə qabı tərk edir, yəni azalma baş verir. Onda bəs 15,5 qram azalma baş veribsə, neçə qram natrium hidrokarbonat parçalanıbdır ki, buradan x-i tapırıq. X bərabərdir 42-yə. Bizə isə başlanğıc maddəni 84 qram verib. Deməli, 84 qram maddənin 42 qramı parçalanıb, 42 qramı isə parçalanmamış şəkildə qalıb. Reaksiyanın praktiki çıxımını soruşur. Reaksiyanın praktiki çıxımı, yəni maddənin neçə qramı parçalanan hissə, götürülən hissənin neçə faizini təşkil edir, bunu tapmalıyıq. 42 qram parçalanıb, 42 qram parçalanmayıb, onda deməli çıxım 50% təşkil edəcək. Bu şəkildə də yaza bilərik. 42 götürülən 84-ün neçə faizidir? Buradan cavab alırıq 50 və o da D bəndinin öz əksini tapır. Növbəti məsələdə bizə amonyakın parçalanma reaksiyası verilib və qrafikə görə deyə bilərik ki, götürülən amonyakın mol miqdarı məlum deyil. Bu amonyakın parçalanan hissəsini göstərir. Amonyakın parçalanması zamanı 2 qaz ayrılır, biri azot, biri oksigen olmaqla. Yuxarı qalxan xəttlər, bu əyrilər isə biri azota, biri isə hidrogenə aiddir. Və bunlardan yalnız biri bizə məlumdur ki, o da mol miqdarı az olandır ki, o 1 mol alınıbdır. Reaksiyanın tənliyini qurub, başlanğıc sərf tarazlıq yazıb bu şəkildə baxsaq, daha rahat yolunu həll edə bilərik. Deməli, buradan görürük ki, reaksiyadan 2 maddə alınıb və onlardan biri molca az olan 1 moldur. Bizim bu reaksiyada molca az alınan azotdur. Azot 1 mol alınırsa, hidrogen mütləq şəkildə burada 3 mol alınacaqdır. Amonyakın isə başlanğıc mol miqdarını x-lə işarə edirik. Əgər 1 mol azot, 3 mol hidrogen alınıbsa, deməli burada 2 mol amonyak sərf olunub. Amonyakın molu onda x çıx 2 qədər olacaq. İndi biz bunlardan istifadə etməklə M ortanı bizə 13 verib deyə x-i müəyyənləşdiririk. M ortanın düsturunda M orta bərabərdir NO1, M1 üstəgəl NO2, M2 və yaxud da NO3, M3, yəni qazların mol miqdarını nisbi molekul kütlələrini vurmaqla toplayıb molların cəminə bölməliyik. İndi yazırıq 13 bərabərdir. Amonyakın mol miqdarı x çıx 2-dir. X çıx 2 vuraq. Amonyakın emeri 17. Üstəgəl 1 vur. Azotun emeri 28. 3 vur. Hidrogenin emeri 2. Bütün molların cəmi isə x çıx 2 üstəgəl 1 üstəgəl 3 olacaq x üstəgəl 2. Buradan yuxarıdakı mötərizəni vurub açsaq 13 bərabərdir. 17x çıxaq 34 üstəgələk 28. 3 2-yə vuranda 6. 28 üstəgələk 6. Məxrəcə də yazırıq x üstəgəl 2. Və buradan 13 bərabərdir 17x bölək x üstəgəl 2. Sonra 13 x üstəgəl 2 bərabərdir
17x. Buradan da x bərabərdir 13 böl 2, o da bərabərdir 6,5. Beləliklə biz x-i müəyyənləşdirdik ki, o 6,5-ə bərabərdir. 20-ci suala gəlincə, bizə reaksiya tənliyi verilib və reaksiya tənliyinin əvvəlindəki maddələrin kütlələri, sonra məhsul hissədə maddələrin kütlələri verilib, amma burada NO2-nin kütləsini x-lə işarə ediblər. Bilirik ki, reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlə cəminə bərabər olmalıdır. Həmçinin atom sayları da bir-birinə bərabər olmalıdır. Bu hissəni hesablayırıq. 27 üstəgəl 31,5 bu bizə verəcəkdir 58,5 və o bərabər olmalıdır məhsul hissəyə. Məhsul hissədə isə 42,5 ilə 4,5-i toplayırıq. Bu olacaq 47 üstəgəl x. Buradan x-i tapırıq ki, x bərabərdir 58,5-dən 47-ni çıxırıq. Cavab olacaq 11,5 C bəndi. 21-ci sualda reaksiya tənliyi əks olunub, x üstəgəl y reaksiya nəticəsində Z maddəsi alınır. 0 nöqtəsindən başlayıb yuxarı qalxan əyri bu bizə Z-in kütləsini göstərir və buna əsasən deyə bilərik ki, reaksiya nəticəsində 14 qram Z maddəsi alınır. 14 qram Z maddəsinin alınması üçün həm x, həm y hər ikisi 10 qram götürülüb. Amma bunlardan biri tam sərf olunub. Bax, bu sıfıra düşən bunlardan biri tam sərf olunub. Biri tam sərf olunubsa, biz hansı olur olsun birinə 10 qəbul eləyək sərfini. Biri 10'dur. Məhsul 14 alınmasından ötürü, deməli, digərindən də 4 qram sərf olunub. Tutaq ki, bundan da 4 qram sərf olunub. 10'dan 4 qram sərf olundusa, deməli, 6 qramı artıq qalacaqdır. Bax, 10'dan bu hissə 4 qram sərf olunubsa, onda A-nın qiyməti 6 olacaq ki, bizdən də elə A-nın qiymətini soruşur. Bu da A bəndidir. 22-ci sualda isə deyək ki, bərabər mol miqdarda götürülmüş hidrogen və oksigen qazları verilən tənlik üzrə reaksiyaya daxil olur. Reaksiya tənliyinə baxaraq müəyyən edə bilərik ki, həmişə hidrogen nə qədər sərf olunursa, oksigen onun yarısı qədər sərf olunur. Bu molca da belədir, həcmcə də belədir. Çünki burada 2-nin 1 nisbətidir. Reaksiyanın praktiki çıxımı 100%-dir. Yəni, heç bir maddədən artıq qalmır. Artıq qalmır yox, yəni maddələrdən hansısa biri tam sərf olunur, reaksiya axıra qədər gedir. Əgər maddənin biri tam sərf olunursa, reaksiya axıra qədər gedir. Ola bilər ki, biri tam sərf olunsun, hansınasa birindən müəyyən qədər artıq qalsın. Birinci qrafikdə göstərir ki, hər ikisini eyni mol miqdarında götürübdür. Eyni mol miqdarında götürsək, məsələn, biz hər ikisini 2 mol götürsək, onda reaksiyamız əsasən deyə bilərik ki, bu zaman hidrogen tam sərf olunacaq, amma oksigen onun yarısı qədər sərf olunacaq. Biz buradan görürük ki, hidrogen həqiqətən n qədər götürülüb və tam sərf olunub, oksigen isə n bölü 2, yəni n-in yarısı qədər sərf olunub, yarısı artıq qalıb. Deməli, bu qrafik doğrudur, biz bunu qəbul edirik. İndi ikinciyə baxırıq. İkincidə bunu bizə həcmlərlə təqdim edibdir. Yenə bayaqki kimi olmalıdır. Hidrogen tam sərf olunub, oksigen isə hidrogenin yarısı qədər sərf olunmalıdır. Biz bunu görmürük. Biz gördüyümüz odur ki, oksigeni burada tam sərf olunur kimi təqdim edilir. Deməli, bu yanlışdır. Üçüncündə isə ikisini də eyni kütlədə verirdir. Məsələn, biz eyni kütlədə deyəndə hər ikisini 32 götürək. Hər ikisini 32 götürsək, görürük ki, oksigenin 32'si sərf olunacaq, amma hidrogen onunla reaksiyada 4 qram sərf olunar. Və hidrogendən 28 qramı artıq qalır. Bu qrafikdə onu göstərir ki, hər ikisindən eyni qədər götürülüb və hər ikisi də tam sərf olunub. Ki, bu da belə bir hal mümkün deyil. Onda düzgün cavab burada olacaq yalnız bir, o da A bəndi. 23-cü sualda deyir, C maddəsinin yarısı reaksiyaya daxil olarsa, X-i müəyyənləşdirir. Qrafikdən görürük ki, reaksiyaya daxil olan maddələrdən biri B, digəri C, reaksiya nəticəsində alınan maddə isə D maddəsidir. B maddəsi 18 qram götürülüb və tam sərf olunub. C maddəsi də 18 qram götürülüb, amma onun yarısı reaksiyaya daxil olub. Yarısı reaksiyaya daxil olubsa, deməli 9'u reaksiyaya daxil olub və bunların da reaksiyası nəticəsində
D maddəsi alınır ki, onun da kütləsi 18 və 9-un cəminə bərabər olacaq ki, bu da 27 edir. Bizdən də elə həmin D maddəsinin kütləsi tələb olunur. Düzgün cavab burada C bəndi. 24-cü sualda etilenin yanma reaksiyasını verir və soruşur ki, bu reaksiya tənliyinə əsasən A qram etilen yananda aşağıdakı fikirlərdən hansı doğrudur? Bizim reaksiyamızda 28 qram etilen reaksiyaya daxil olur. Onda belə bir tənasüb quraq ki, 28 qram etilen yananda birinci deməli bizə karbon qazını veribdir. 28 qram etilen yanında görürük ki, bizim reaksiyamızda 2 mol karbon qazı alınır və bu 88 qram edəcək. Bəs A qram etilen yananda nə qədər karbon qazı alınır? Buna bir x veririk və buradan hesablayırıq ki, x bərabərdir 88A böl 28. Bunların da hər ikisi deməli 4-ə ixtisar getsə, cavab qalacaqdır 22A bölək 7. Həqiqətən də A qram etilen yanında 22A böl 7 qram karbon qazı əmələ gəlir. Bu doğru fikirdir. İkincisini yoxlayırıq. Bizə deyir ki, 2,4 A litr oksigen sərf olunur. Baxırıq öz reaksiyamıza. Bizdə 28 qram etilen yanında 3 mol, yəni 67,2 litr oksigen sərf olunur. Bəs A qram yanında neçə litr sərf olunur? Buradan da yeni x-i tapırıq. Bu olacaq 67,2 A bölək 28. 67,2-ni də 28-ə böləndə olur cavab 2,4 A oksigen sərf olunar. Deməli, bu fikir də doğrudur. Üçüncüyə baxırıq. Üçüncüdə suyun alınması ilə bağlıdır. Bizim reaksiyamızda 28 qram etilen yanında oradan 2 mol, yəni 2 Na sayda su molekulu alınır. Bəs A qram etilen yanında nə qədər su alınacaqdır? Buradan da x bərabərdir. A vuraq 2 Na bölək 28. Bunlar ixtisar getsə, olacaqdır A vurulsun Na bölək 14. Həqiqətən də bu da doğru verilibdir. Deməli, bunlardan verilən fikirlərdən hər üçü doğrudur. Düzgün cavab 1, 2, 3 olacaq. 25-ci sualda 8 qram kalsiumun oksigende yanması zamanı 80% çıxımla neçə qram kalsium oksid alınır? Əvvəlcə 100% çıxımla nə qədər kalsium oksid alındığını tapaq. Deməli, yazırıq reaksiya tənliyi kalsium üstəgəl O2, kalsium oksid və əmsallaşdırırıq. Bizim reaksiyamızda kalsium 40-dır, əmsalı da 2 olduğuna görə 80 qram yananda. Kalsium oksid 40 üstəgəl 16, 56, əmsal 2-dir, vuranda 112 qram kalsium oksid alınır. Bəs 8 qram yananda nə qədər alınır? Aydın məsələdir ki, burada cavab 11,2-dir. 11,2 o vaxt alınır ki, biz 100% nəticə əldə eləmişik. Çıxım 80% olarsa, məhsul nə qədər alınacaqdır? Buradan da tapırıq ki, x bərabərdir 11,2 vur 80 böl 100. Buradan da cavab çıxacaq 8,96. Belə, bu qədər uşaqlar növbəti dərslərdə görüşənə qədər.